Bu videoda monitorun dilini nə cür dəyişmək lazımdır, onu izah edəcəyəm. Bunun üçün Toolbox bölməsinə daxil oluruq. Toolbox bölməsindən Language bölməsi var. Language bölməsinin üzərinə basdıqda 3 mövcud dil opsiyası peyda olur. Məsəl üçün, bunlardan türk dilini seçə bilərik biz. Türk dilini seçdikdən sonra xəbərdarlıq məlumatı gəlir ki, ekran özünü sıfırlayacaq. Yəni, bu nə deməkdir? Monitor sönüb yenidən yanacaqdır. Yes-in üzərinə basırıq və gözləyirik. Monitor yandı. Yenidən ayarlar bölməsinə giririk. Görüntü. Burada sonra arayüz dizeyi, yəni interfeys səviyyəsini seçə bilirik. Təməl və gəlişmiş. Biz əgər təməl, yəni basic seçsək, o zaman gördüyümüz pəncərələrin bir çoxu operator üçün bağlı olacaqdır. Gəlişmiş seçildikdə isə, yəni bu formada bütün pəncərələr açıq olacaq və operator parametrləri dəyişə biləcəkdir. Daha sonra ayarlar bölməsində operator. Burada operator adını seçə bilirik. Burada birimlər vahidlərdir. Vahidlər üçün metriki seçməliyik. Əgər biz metrlə və ya litrlə məlumatları görmək istəyiriksə, düzən bölməsi var, araç bölməsi, alət bölməsi qeyd etdiyim kimi aqreqat məlumatlarına daxil olunduğu bölmədir. Və burada etkinləşdir pəncərəsi vardır. Sistem üçün bəzi əlavə ödənişli aktivasiyalar, aktivləşmələr mövcuddur. Həmin aktivləşmələri bu pəncərədən aparırıq. Məsələn, IntelliTurn aktivasiyası vardır ki, bu icazə verir. Texnika sahənin sonuna çatdıqda dönmələri operatorun müdaxiləsi olmadan avtomatik icra etsin. Əgər biz misal üçün, həmin aktivasiyanı icra etmək istəyiriksə, burada etkinləşdirib basırıq. Yazır burada dosya bulunmadı. Əgər fayl formasındadırsa, o zaman faylı avtomatik tapır. Yox, fayl formasında deyilsə, manual qaydada biz aktivləşdirmə kodunu daxil edib özəlliyi aktivləşdirə bilərik.